Siz bilirdiniz ki, Rusiya ordusunun cəmi 2 generalı olub, kim İmperator Nikolay II-ni satmayıb. Onun biri Azərbaycanlı Hüseynxan Naxçıvanski olub. Bəli, bu doğrudan da belədir. İmperator ordusunun yeganə müsəlman generalı Hüseyn xan taxtdan imtinanın hazırlandığı öyrəndikdən sonra qərargah rəisi general Alekseyevə məktub yazmışdı. Lakin general Mixail Alekseyev teleqramı imperatora çatdırmadı. Bunu da başa düşmək olar. Çünki o demək olar ki, bütün imperator generalları kimi həmin vaxt Nikolay II-ni taxtdan imtina etməyə razı salırdı. İmperatorun taxtdan imtinasından sonra da Hüseyn xan Naxçıvanski müvəqqəti hökumətə sədaqətlə and içməyə razı vermədi. Hüseyn xanın sədaqətini başa düşən Brusilov onu vəzifəsindən azad etmək üçün əmr vermişdi. 1918-ci ildə Hüseyn xan Naxçıvanski tutuldu və böyük knyazlarla birlikdə həbsdə saxlanıldı. Böyük ehtimalla onları birlikdə 1919-cu ildə Petropavlovsk qalasında güllələyiblər. İmperatoru satmayan ikinci generalı isə Fyodor Arturoviç Keller olub. Siz bu haqqında nə fikirləşirsiniz? Yazın, faydalı məlumatlarla başqaları ilə bölüşün, kanala abunə olun.